Salam, hər vaxtınız xeyir. Bu günləri birinci qrupların OTK sınaqlarından 2024-cü ildən sınaqlardan işləməyə başlayırıq. Sınaq 1-i işləyirik. Mənimlə hazırlaşmaq istəyən şagirdlər üçün nömrəni qeyd edim. Həmin nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Nömrəmiz 051 579 1743 055 579 1743'dür. Kimyadan həm fərdi, həm də onlayn dərslərimiz mövcuddur. Fərdi onlayn, bir də canlı dərslərimiz olur. Kim qoşulmaq istəyirsə qoşula bilər. Qiymətimiz də çox münasib qiymətə, cəmi 50 manata hazırlıq keçirir. Canlı dərslər Gəncə şəhərində keçiriləcəkdir. Onlayn dərslər isə onlayn qruplar yığılandan sonra başlayacaqdır dərs keçilməyə. İndi birinci sualdan izaha başlayırıq. Hansı temperaturda hər üç maddə eyni aqreqat halındadır? 5 dərəcədə, birinci 5 dərəcədə deyək. X üçün 5 dərəcə, X 5 dərəcədə. 20 dərəcədən kiçikdir bərk. 5 Selsi dərəcə. Y-imiz 5 dərəcədə, mənfi ondan böyükdür, mayi. Z-imiz 5 dərəcədə yenə bərk. Çünki müsbət ondan kiçikdir. 5 dərəcədə hər 3 maddə eyni aqreqat halında olmadı. Axı Y-imizə baxın, mayidir, X-lə Z bərkdir. Sonra mənfi 5 dərəcədə, mənfi 5 dərəcədə, Selsi dərəcədə X, Y, Z. Mənfi 5-də X-imiz bərk haldadır. Y-imiz mənfi ondan böyükdür deyə mayi. Mənfi 5 mənfi ondan böyükdür mayi. Z-imiz yenə bərk. Burada da X ilə Z eyni haldadır. Y isə müxtəlif haldadır. Sonra 15 dərəcədə, 15 Selsi dərəcədə X, Y, Z. 15-də X-imiz bərk. Çünki 20-dən kiçikdir deyə bərk. 15 hər ikisinin mənfi 10 ilə 80 aralığında düşür deyə mayi. 15 isə mayi. X müxtəlif aqreqat halındadır. Y ilə Z isə mayi haldadır. Hər üç maddə eyni aqreqat halında deyil. Sonra 100 dərəcədə, 100 Selsi dərəcədə, 100 dərəcədə X-imiz mayi. Y-imiz 80 dərəcədən qaynamağa başlayır. Y qaz halındadır. Z də 90 dərəcədən qaynamağa başlayır. Z də qaz halındadır. Bir də ki, müsbət 25 dərəcədən deyək. Selsi dərəcə X, Y, Z. X-imiz müsbət 25-dən mayi. 20 ilə 120 arasındadır. 25 dərəcə mənfi 10 ilə müsbət 80 arasındadır mayi. 25 dərəcə Z 10 ilə 90 arasındadır mayi. Hər üçü eyni halda olan müsbət 25 dərəcə. Doğru cavab Y variantı. İkinci sualda səhvlik var. Çünki burada distillə üsulu ilə ayrılır deyilir. Hər biriniz bilirsiniz ki, distillə üsulunun iki növü var. Sadə distillə və franksiyal distillə. Əgər sualda yazsaydı franksiyal distillə üsulu ilə ayrılır deyirsə, burada sualı düzəldirik ki, franksiyal distillə sözünü yazmayıblar. Franksiyal distillə ayrılırsa mayi qarışıqların eyni cinsi qarışıqların ayrılması üsuludur. Etil spirti su, sirkə turşusu su. Eləcə distillə üsulu ilə ayrılır deyirsə, burada sadə distilləni də götürə bilərik. Xörək tozu su bilirsiniz ki, 7-ci siniflərin kitabında qeyd olunubdur ki, xörək tozu bərk maddələrin eyni cinsi qarışıqları distillə üsulu ilə ayrılır. Üçüncü sualda yəni səhvlik var. Franksiyal distillə sözünü düzəldəndən sonra doğru cavab 1-4-dür, D-bəndi 2-dir. Üçüncü sualda deyir, hansı elementdə elektronların 75% ümumi
Valentin 75% ümumi elektronu təşkil edir. Magnezyum magnezyum quruluşunu yazırıq ki, bir S2, 2S2, 2P6, 3S2. Magnezyum 12 quruluşu. Sonra karbon 6 quruluşu. Karbon 6'da 1S2, 2S2, 4, 2P2. Sonra kalsiyum 20, 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, bir de ki şurada 16, S16, 1S2, 2S2, 2P6, 3S2, 3P4, oksigen 8, 1S2, 2S2, 2P4. Deyir ki, valent elektronları ümumi elektronun 75%-ni təşkil edəsi. Valent elektronu sonuncu dövrdə olan ən böyük ədəd götürür. 3S2-də, yəni 3-cü dövr, 2-ci qrup. 2 bölək 12, 1 bölək 6. Sonra burada karbonda valent elektron 2S2, 2P4, 4 bölək 6, 2 bölək 3. Sonra kalsiyum 20'də 2 bölək 20. S16'da 6 bölək 16. Oksigen 8'də 6 bölək 8. Hər birində 100%'ə vururuq. Altta biri 100'ə vuracaq. Burada 10% eləyəcək. Bu biri 3'də 2'ni 100'ə vuracaq. 6'da 16'nı 100'ə vuracaq. Bir də 8'də 6'nı 100'ə vuracaq. Bununla bu ixtisar edir 4'də 3, 25-75%. Doğru cavab oksigen 8'dədir. 3Y. Dördüncü sualda birinci dövrünün 6-cı dövr necə birləşmə əmələ gətirir? 3S1 birinci dövr, 3S2, 3P4, 3-cü dövr 6-cı qrup, 3-cü dövr birinci qrup. X'in valentiyi 1. Hər biriniz bilirsiniz ki, Y-imiz özün 8'ə tamamlamağa cəhd edir. 6 elektron var, ikisi çatmır. X2Y formulu X2Y olan 4A. Beşinci sualda bu birinci distillə aparatın quruluşudur. Distillə ilə ayrılır, fraksiyalı distillə üsulu ilə ayrılır. Etil spirti su. Birinciye 4 yazırıq. Sonra ikinci ayrıcı qıfdır. Neftlə suyu, bitki yağı suyu ayrıcı qıfla ayırırıq. Üçüncü isə süzmək suludur. Gillə suyu 4, 1, 2, 3. B bəndi doğru cavab. Aha. 6-cı sual çox qəşəng sualdır. Deyir ki, CnH2NO-da karbon kütlə payı 40%-dir. Karbon kütləsi normalda 12. 12 vuraq əğindəki N bölək 12 N plus 2N plus 16. Vuraq 100 bərabərdir 40. 5, 2. 12 N bölək 14 N plus 16. Vuraq 5 bərabərdir 2. 60 N bərabərdir 28 N plus 16. 32, 28 N plus 32 derim, niyə səhv yol verirəm? 32 N bərabərdir 32, N də bərabərdir 1. Formul CH2O-dur. Məndən N'in qiymətini istəyir, N də bərabərdir 1 olur. B bəndi. 7-ci sualda görürsünüz ki, ağ fosfor, ozon, oksigen veribdir. Hər birində atom sayıları bərabərdir. Burada ozonun mol miqdarını 4 veribdir. 4O3'də 12 atom var. Ağ fosforun bir molekulunda 4 atom var. P4, 12'ni 4'ə bölürsən,
3 dənə ağ fosfordur. 3 mol. X bərabərdir 3. Sonra oksigen də O2 kimi göstərilir. Ümumi 12 atomdur. 12-ni bölür 2-yə bərabərdir 6. Z də və Y də bərabərdir 6. 3 ilə 6-nın cəmi 9 eləyir. D bəndi. Gəldik 8-ci suala. 8-ci sualda görürük ki, mis hidroksiddə bir də sulfat turşusunda oksigen kütle payını, hidrogen kütle payını istəyir. Münasibətlər deyir, hansılar doğrudur? Oksigenin görürsünüz ki, kuprum OH2-də, kuprum OH əğrində 2-də. Kuprumun kütləsi normalda 64. Oksigen kütləsi 16, 2'ye vursan 32. Hidrogen 1, 2'ye vursan 2. 32 bölək. Ümumi kütləmiz nə qədər elədi? 98. Bərabərdir A. Sonra B'ni tapsaq əgər, B bərabərdir 2 bölək 98. H2SO4'də indi hesablayırıq. H2SO4'də H2SO4 düşürdün hidrogen kütləsi 1'dir, əyrindəki 2'ye vuruq 2. Düşürt 32'dir. Oksijende 64'dür. 64 bölək 98. Bir də ki 2 bölək yenə 98. Bunu C'dir, bu biri D'dir. Görürsünüz ki, burada dəftəri açırıq. B ilə D'də hər ikisində 2 bölək 98 değil mi? Onda B və D bərabərdir. İkinci bərabər olmalıdır. Doğru cavab A, C, Y'dən biridir. 32 ilə 32 bölək 98 A'dır. C də bərabərdir 64 bölək 98. Yəni C A'dan 2 dəfə böyükdür. A'nı 2'ye vursaq, yəni 32'ni 2'ye vurur. C bərabərdir 2A yazırıq bir də. C bərabərdir 2A, bir də B bərabərdir. 1, 2 doğru cavabdır. A bəndi 8A. 9-cu suala baxırıq ki, 9-cu sualda dövr sisteminin verilmiş hissəsinə əsasən əsas yarımqrup elementlərinin elektromənfiliklərinin artma istiqamətində düzün. Hər biriniz bilirsiniz ki, elektromənfiliyi ən çox olan ən yuxarıda solda yerləşəndir. Yəni Y-in elektromənfiliyi ən çoxdur. Y-in elektromənfiliyi böyükdür Z-dən. Elektromənfilik yuxarıdan aşağı doğru azalır. Sağdan sola gedəndə elektromənfilik azalır. YZX YZX artma istiqamətindədir. Bizdən azalma istiqamətində istəyir deyə XZY olmalıdır. Doğru cavab B bəndə. 9B. 10-cu suala gəlirik ki, onda X, Y, O4'də X'imiz K, Y'imiz A, oksigenimiz K. Veribdir. X, Y, O4'ün nisbi molekul kütləsini istəyir. Oksigenimizin normal kütləsi 16 vuraq 4'dür. Çünki 16 niyə 4'ə vururam? Bir atomunun kütləsi 16, əyrində 4 var deyə 4'ə vururam. 64 bərabərdir 2A, A bərabərdir 32. A'nın yerinə 32'ni yerləşdiririk. 2A'mız 64 elədi. A'mız 32. 2A'mız yenə 64. 64, 64, 128. Üstə də 32 gələndə 160. Doğru cavab Y bəndə 10-cu sualda. 11-ci suala gəlirik ki, 11-ci sualda görək neçə dənə elektron var. Birinci səviyyədə 2, ikinci səviyyədə 2, 4, 5. Formulu 1S2, 2S2, 2P3. 5 dənə elektronu hardan gördük? 1, 2, 3, 4, 5. Görürsünüz ki, KS2, 2P3'dür ümumi elektron formulu. X'imiz 7 üçündür, yəni bu.
Deyir ki, normal halda tütəşməmiş elektronların sayı. Bunun xarici quruluşunu yazırıq ki, S-də belə yerləşəcək. P-də isə P-ni 3 hissəyə böləcəyik. Hər birinə də birinci tək-tək yerləşdirəcəyik. P-ni 3 hissəyə böldük. Tək-tək yerləşdirəndə görürsünüz ki, 3 dənə tək elektronumuz var. Normal halda tütəşməmiş elektron sayı 3. Valent elektronların sayı 2s2, 2p3, 5 valent elektronu olur. Bir də tam dolmuş orbitalların sayı. Tam dolmuş orbital hansıdır? 1s2-də 1 orbital tam dolub, plus 2s2-dən 1 orbital tam dolub. 2 dənəsi tam dolubdur. Amma 2p-dən tam dolmayıbdır deyək, 2 götürürük cavabı. 3, 5, 2. B bəndi. Saf maddəni müəyyən edin. Saf maddə o idi ki, formulu olan maddədir. Buradan da etil spirti var ki, saf maddənin içində formulda C2H5OH-dır. Həm də ki, bu ilin qəbulunda bizdən etil spirtinin formulu, spirti istəmişdi. Birinci qrupların ikinci şansında. Bunlardan hansı spirtdir? Orada da C2H5OH idi cavabdır. Sonra 13-cü sualda deyir ki, SO2 ilə oksigenlərin kütlələri bərabərdir. Yazısan 13-də. SO2-nin kütləsi normalda 64-dür, O2 də bərabərdir 32. Deyir ki, kütlələri bərabərdirsə, hər ikisi 64 olsun deyə 2O2 götürürük. Demək ki, neçə atom? SO2-də 3 atom, O2-də 4 atom. Bunu A ilə işarə eləyib, bu birini B ilə. Yəni A B böyükdür A-dan olmalıdır. Doğru cavab. Aha, məndən nə istəyir? A bölək B nisbətini. A bölək B bərabərdir. A-da 3 atom var, B-də 4 atom var. 0,75%. B bəndi. 13-cü sualın doğru cavabı B. 14-cü sual fiziki hadisəni müəyyən edin. Azotun amonyakdan azotun NH3-dən N2, 2 mol NH3-dən azotun amonyakdan alınması. 14-cü sualı reaksiya yazıram. 14. 2 NH3-dən alınır N2 plus 3H2. Azotun alınması bu reaksiyası kimyəvi reaksiyadır. Yanma reaksiyalarının hamısı kimyəvi reaksiyadır. Havadan nəyin alınması, havadan alınma söhbəti varsa bu fiziki hadisədir. Doğru cavab C bəndidir. Turşuma prosesi kimyəvi hadisədir. Cracking kimyəvi hadisədir. 15-ci sualda deyir ki, X-in 1 molekulunun kütləsi 30/Na-dır. 1 molekulunun kütləsini tapmaq üçün Na ədədinə bölürük. Onu hər birimiz bilirik. Yəni kütləsi 30 olanları hesablayacaq. 15-də NO-nun kütləsini hesablayaq. Azot 14-dür. Oksigen 16. 14 plus 16 bərabərdir 30. Sonra C2H6, 24 6, 24 plus 6 bərabərdir 30. O2 32. CH4 16, CH4 bərabərdir 16. Məndən nə istəyir? X hansı maddələr olar? Kütləsi 30-a bərabər olanlar 1 ilə 2-dir. Doğru cavab 1, 2 D bəndi. 16. Hansı elektron formuluna malik atomun normal halına uyğundur? 2s1 2p3 bu həyəcanlanıbdır. S-də normalda 2 elektron olur. Əgər bunun biz görürük ki 2s1 2p3 həyəcanlanmış halına uyğundur. 3s1 3p3 3d3 həyəcanlanmış halına uyğundur. Çünki 3s2 3p6 sonra 3d olmalıydı. 3s2 3p3 3d2 bu da həyəcanlanmış halına uyğundur. Xlorun B variantı xlorun 7 valenti halına uyğundur. C variantı xlorun 5 valenti halına uyğundur. 3s2 3p3 3d1 bu da kükürdün 4 valenti halına uyğundur. Amma 2s2 2p5-də həyəcanlanma baş verməyibdir. Normal halda yazıbdır. Doğru cavab Y bəndi 16. 17-ci suala gəlirik. Deyir ki, xlor 17, xlor mislə feryumun ortaq cəhəti.
yazsan. Yazırsan ki kuprum 29, feryum, bir də ki 1, 2, üçü də hər ikisi. Hər iki. Kuprumun elektron 29'un quruluşu 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d10. Feryum 26'ın quruluşu 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d6. 4s2, hə. Birincidə deyir normal halda 12 dənə p elektronu var. Birincidə deyir ki 12p elektronu var. Birincinin misdə görürsünüz ki 6p burada, 6p burada, 12 dənə p var. İkincidə də 2p6, 3p6. Hər ikisində 12 dənə p elektronu var. Sonra 7 dənə s elektronu olan, 7 s elektronu olan, birincidə 1, 2s, 4s, 6, 7s. 7s ikincidə var, amma burada 2, 4, 6, 8s-dir. İkinci getdi. Bir cütləşməmiş elektronu var. 4s birdə bir dənə cütləşməmiş, amma 4s2, 3d6-da 4 dənə cütləşməmiş. Demək ki 2, 3, 4, 1. 2, 3, 4, 1. Doğru cavab B bəndə 17. 18-ci sualda. Suda yaxşı həll olan X maddəsi üçün aşağıdakılardan hansı doğrudur? X maddəsi -40'da ərməyə başlayır, 80'də isə qaynamağa başlayır. 0 dərəcədə 0 dərəcə -40 ilə müsbət 80 arasında deyə maye haldadır. Nə bərk halda deyil, nə qaz halda deyil. Ona görə AB getdi. Su ilə qarışığını distiller su ilə ayrılır. Suda yaxşı X maddəsi üçün sonra qarışıq maddədir. Bir də ki, adi şəraitdə bərk haldadır. Adi şərait 20 dərəcədir. Otaq temperaturu 20 dərəcədə maye haldadır. C variantı, E variantı da getdi. Suda yaxşı hal olan su ilə qarışığın maye şeydir. Burada su ilə qarışığını distillə etməkə ayırmaq olar. 18'də doğru cavab C variantıdır. Prosto burada yazmalıydı ki 0 dərəcədə su ilə qarışığını distillə üsulu ilə ayrılır. Bu daha doğru olardı. Çünki su 0 dərəcədə yazsaydı maye haldadır. Maye halda olanlar da maye qarışıqları distillədir. Sonra kalium 19 iyonunda P elektronlarının sayı S elektronlarının sayından neçə dəfə çoxdur? Kalium 19'un quruluşunu yazırıq. 19'da kalium 19'un quruluşu 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1. Müsbətdir. Kalium 19 müsbətdir. Müsbətdir deyə 18 dənə elektronu var. 4s1 getdi. 3s2, 3p6. S elektronlarının sayı neçədə nədir? S bərabərdir 1-də 2 dənə. 2-ci səviyyədə 2, 3-cü səviyyədə 2. Cəmi 6. P də bərabərdir 12. P elektronları P bölək S istəyir. 12 bölək 6 bərabərdir 2. 19B. 20-ci sualda X plus 1 2 dənə elektron alıbdı, 4 elektron veribdi. Dediyini yazıram. X plus 1 2 elektron alıbdı, plus 2 elektron. 1 plus minus 2 bərabərdir N-ə. X M-ə. Buradan m'imiz müsbət 1, mənfi 2, mənfi 1 elədi. M bərabərdir mənfi 1. Sonra x m'dən də gəlib, x n'ə. Sonra 4 elektron verir, plus 4 yazırıq. Yox, minus 4 yazırıq. Veribdir deyir. Mənfi 1 plus 4 bərabərdir n. N də bərabərdir müsbət 3.
Doğru cavab 20-də C variantı. Birincidə yazdıq ki, 2 elektron alıbdır deyə +2, 4 elektron veribdir deyə -4 yazdım. Və belə hesapladım. Doğru cavab 20-də +3 C bəndi. 21-ci sualda elementlərin atom radiuslarının artma sırası ilə düzün. Atom radiusu artması ilə düzməyin deyirsə, bax, burada 2 elektron alıbdır deyə müsbət 2 yazdım. 1 plus müsbət 2, müsbət 1 plus yazma, birinci müsbət 1 plus müsbət 2 yazılmalı idi. Əvvəldəki mənfi nəzərə alınır. Müsbət 1 minus 2 bərabərdir -1. Bu getdi. Sonra 4 elektron veribdir deyə -1 minus -4 olur. Prostoradakı mənfini nəzərə aldıq. Minusu plus olur. 20 getdi. 21-ci sualda radiuslar deyir. Radiusu dövrü böyük, qrupu kiçik olan radiusu böyükdür. 3s2 3p5-də görürsünüz ki, dövrü böyük, qrupu kiçik olan 3s1. Demək ki, Z-in X-in atom radiusu ən böyükdür. X ən sonda olacaq. 3s2 3p5, 3s2 3p3, bir də 3s1. Demək ki, doğru cavab Z, Y, X istiqamətində atom radiusu artır. 22-ci sualdan başlayırıq yazmağa. 22-ci sualda kalyum bromu verib, natrium bromu verib, kalyum xloru veribdir. Sonra kütlə payını, maddələrdə metalın kütlə payını faizə istəyir. Kalyum bromda kalyumun kütləsi neçədir? Normalda kalyum 39-dur. 39 bölək 39 plus 80. Yəni 39 bölək 9, 119. Sonra B-də natrium bromda natriumun kütləsi 23. 23 plus 80. 23 bölək 103. 3 bölək 103. Sonra üçüncüdə də kalyum xlorda 39 bölək xlorda 35,5'dir. Kütlələri toplayanda 9'un üstə 5 74,5. Bunları böləndə isə 39'u 119'a böləndə bunları bölmüşdüm bayaqları. Hesaplamışdım. 39'u 119'a böləndə 0,32, %22, %52. 0,32, 0,22, 0,52 təxmini tamlar böyüyür. Burada da A, B, C'ni. C'miz görürsünüz ki, ən böyükdür. C böyükdür A-dan, o da böyükdür B-dən. C, A, B istiqamətində yazırıq. Doğru cavab 22-də B. 23-cü sualda NH3-ün 22,4 litrində atom sayı istəyir. Amonyak yazırıq. NH3 22,4 litr bərabər 4 atom. 4 atomu yazandan sonra atomların sayını NO'da atomların sayını burada görürsünüz ki 2A veribdir. 2A'nı yazanda yəni 8 atom var NO'da. 8 atom olmaq üçün litri də 4 dəfə artırıq. 89,6 litr olur. 23-cü sualın cavabı 89,6. 24-cü sualı başlayırıq yazmağa. 0,4 mol N2 OY birləşməsində 32 qram oksigen, 11,2 qram azot var. 24'də yazıram ki 0,4 mol N2 OY.
Normalda azotun şeydir 11,2-ni nə ayıraq ki 0,4 yox 4 mol deyək. 4 vuraq 14, 4 vuraq 32, 16, 64, 4 56. Sonra bu birini də 11,2 qramı 112 qram eləyirəm. 112-ni 56-ya bölürəm. 0,2. Niyə mən elə yazdım ki? Yazsan 12, 11,2, 32. 56-nı 11,2-yə böləndə 0,2 burada qalır. Burada da qalır 62. Sonra da bu N'dir, bu biri oksigendir. Bunu niyə mən öyle yazdım ki? 25-ci sualda hansı maddənin keyfiyyət tərkibi eynidir? Formulu eyni olan dəm qazı CO qrupu CO-dur. 26-cı sualda görürsünüz ki, x plusdan x minusa doğru gəlibdir. Bu zaman radius artır, proton sayı dəyişmir, elektron sayı azalır, neytron sayı dəyişmir, 2-4 dəyişmir. 27-ci sualda kiçik dövr elementləri üçün uyğunluğu müəyyən edin. X görürsünüz ki, 3-cü dövr 3-cü qrupdur. 3s2, 3p1. X-imiz 1-ə Y, Y-imiz 3s2, 3p3, Z-imiz də 2s2, 2p5. 28-ci sualda nüvəsində 24 protonu olan elementin normal halda tütəşməmiş elektronlarının sayını müəyyən edin. X yazırıq 24. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 24 yazır deyə istisnadır. 6 dənə tək elektron var. 6 dənə tək elektron var. 4s1-də 1, 3d5-də 5. Cütləşməmiş elektron sayı tək elektron 6 təkdir. Bunu yazdım. Bir də ki, dövr sistemində yeri 4-cü dövr 6-cı qrup. Dövr 6-cı qrup. Dövr sistemində mövqeyi qrupla istəyir. Qrup nömrəsi 6-cı qrup. 6 tək elektron, 1-də də 2-də doğru cavab 6-dır. 29-cu sualda SO2 ilə S-fluor-6-da SO2-də görürsünüz ki, 3-4 normalda 16, SO2-də plus 4 olur deyə 12 olur. Və yaxud da ki, SO2-də düşürt 4 valenti olur, 10 bilirik. Düşürdün 4 valenti olduğu birləşmə 1s2, 2s2, 2p6, 4 tane tək elektron olmalıdır. 3s2, 3s2, 3p3, 3d1. Bu zaman görürsünüz ki 3p3, 3d1'de 4 tane tək elektron var. 3p3, 3d1, 3s2. Bunda görürsünüz ki tək elektron sayı 4'tür. S-fluor-6'da ise 1s2, 2s2, 2p6, 6 valenti 6 tane tək elektron olmalıdır. 3s1, 3p3, 3d2. Doğru şeydir. Burada da bunu belə yazırıq. Sonra qısa atomuna uyğun qısa elektron formulu. Qısa elektron formulu 3s2, 3p3, 3d1, 3s2, 3p3, 3d2. Sonra 12'də deyir ki, x hidridinin əməlidir. X 12'dir. Yazıram ki, x-də 12 formulu 1s2, 2s2, 2p6, 3s2. İkinci qrup elementləri hidridlər əmələ gətirən zaman 2H2 tipli hidrid əmələ gətirir, uçucu olmayan. X ilə Y birləşəndə isə Y-imiz 13, 14, 15. 15-dən 3-ünü 8-ini çıxırıq. Y-imiz də 7-ci qrupdur. 1s2, 2s2, 2p3.
Yəni 7, sıra nömrəsi 7-dir. Keski 2P 3-də, X-də dedim ki, ekvivalenti olur. Keski 5-dir, 3-ə tamam. X3, Y2, formul X3, Y2-dir. 12 vuraq 3, üstə gəlirsən 7, vuraq 2. Bərabərdə 36, 14, 50. 50 dənə elektron var. 50 dənə protonu var normal halda. 30-da 50.